Herkese salamlayırıq. Deməli, bugünkü dərsimizin izahları hərəkət və fiqurların oxşarlığı bölməsindən olacaq. Güvən nəşriyyatın hər birinizə uğurlar arzulayırıq əziz şagirdlər. Deməli, hansı suala baxmalıyıq? 11-ci suala. Failə köçürmə zamanı x ştrix bərabərdir x plus 1, y ştrix bərabərdir y minus 2, daha doğrusu minus 1 düsturları verilmişdir deyir. Bu paralel köçürmə zamanı hansı nöqtə o nöqtəyə keçər? Yəni hansı nöqtədir ki, yəni hansı x, y-lardır ki, keçər deyir hara? X ştrix və y ştrixə. Və salam, keçən nöqtə də hansı nöqtəyə keçib verilib? 6 ilə 7 nöqtəsinə. Deməli biz nə etməliyik? X, y-ları tapmalıyıq. Bu düsturdan x tapsaq, x bərabərdir x ştrix minus 1. Bu düsturdan y tapsaq, y ştrix minus 1. Yerinə qoyuram. X ştrix neçədir? 6 çırp 1, 5. Bir də 7. Deməli, y tapsam plus 1 olacaqdır da burada. Çünki y bərabərdir, mənfi 1 sağa keçəndə plus 1. 7 plus 1, 8. Cavabım oldu neçə? 5-dən 8. Neçə? X plus 2. Ha, misalda 2 mi verildi? Ha, burada 2 verildi. 2 verilibsə burada çıx 2 olmalı bunda. Yerinə də qoysam, 6 çıx 2 olmalıdır 4. Cavabım olmalı 4, 8. Növbəti hansı suala baxaq? Y variantı. Neçə dedim Vahid? 15. 15. Deməli, ucuları 2 və 5 və B, x, y nöqtələri olan AB parçasının belədir. Deməli, bir AB parçası var. Bu AB. Şəkli çəkməyi unutmayın. Bax, ümumiyyətlə, şəkli çəkmək vacibdir. Bura verilib 2, 5. B isə verilib x, y. Koordinatlar x, y-dir. AB parçasının orta nöqtəsinin koordinatları 4 ilə verilir. Bura orta nöqtə olsun. Bir C nöqtəsi. 4 və 1. Bizdən B nöqtəsinin koordinatlarını soruşur. Orta nöqtənin koordinatlarını tapmaq üçün nə etməliyik? Orta nöqtə bərabərdir, bəli. 4 bərabərdir. Uyğun x1, x2-ləri toplayıb 2-yə böləcəyik. Bu böldü 2-yə. Çarpaz vurduq bunu. 8 bərabərdir, 2 üstə gəlir x. X də 6. X buradan alındı 6, bəli. İndi 1 bərabərdir. Nə üzərinə gəlmə? Y. Üstə gəlsin y böl 2. Bəli, böl 2. Buradan da alınır ki, 5 üstə gəlir y bərabərdir 2-yə. 2-dən də 5 çıxsa, Mənfi 3. Yəni, cavabım oldu 6 və mənfi 3. 6 və mənfi 3. Sonra 28. Aralana bilərsiniz, əziz şagirdlər. Qrupun linki videonun aşağısında olacaq. Asanlıqla qoşula bilərsiniz. Qrupda deməli nələr olur? Canlı dərslərimiz olur. Belə əyani dərslərimizdən dəstək videoları olur. Hər hansı bir testlərin çətin və ya asan, orta testlərin izahları olur. Sınaqlar olur. Qrupa qoşulub yararlana bilərsiniz. Ödənişsizdir. 28-ci sual belədir. Sualda deyir ki, F verilib, -2 və -3 nöqtəsi koordinat başlanğıc saat əqrəbinin hərəkətinin əksi istiqamətində. Yəni belə, fırlanarsa neçə dərəcə? 270 dərəcə hansı nöqtəyə keçər? Deməli, bunu bilmək üçün əvvəlcə x, y, deməli, əvvəlcə saat əqrəbi istiqamətində, bax bu saat əqrəbi istiqamətidir, çevrilərsə, necə olurdu? Y -x-a çevrilirdi. Əgər x, y saat əqrəbinin bu dəfə əksi istiqamətində 90 dərəcə fırlanarsa, mənfi y x olurdu, müsbət x olurdu. Bu əslində, təbii ki, bunun bir izahı var, mənim kanalımda var o izah. Baxa bilərsiniz oradan, bir də vaxt getməsin deyə bir də izah eləmirəm. Bunu yadda saxlayırıq. Təbii ki, siz hər dəfə şəkil çəkib bunu yadda saxlayıb qurmaq asandır, belə deyək də çətindir. Ona görə bunu yadda saxlasanız daha yaxşı olar. Amma bizə burada 270 dərəcə saat əqrəbinin əksini soruşur. Biz dedik ki, əvvəlcə 90-ları yadda saxlayırıq. 90-lar yadda qalandan sonra
90'ın saat əqrəbi istiqaməti 270'in Əksi istiqamət. əksi istiqamətinə bərabərdir. 90'ın saat əqrəbinin əksinə 270'in saat əqrəbi istiqamətində olan formaya bərabər. Deməli, məndən əksi soruşur. Biz 90'ın saat əqrəbini götürürük. Yəni bunu hesablayırıq. Cavabımız olur onda f' bərabərdir. Y, yəni mənfi 3, müsbət 2. Testimizin cavabı. Sonra 30 var. 30-cu sual belədir. Perimetrlər nisbəti belə olan üçbucağın sahələr nisbətini tap. Biz demişdik ki, Rəşid, perimetrlər nisbəti, tərəflər nisbəti, hündürlüklər, Medianlar. bəli, medianlar, daxilə və xaricə çəkilmiş çevrənin Radiusları. radiuslar nisbəti. Var yaxşısan. 1/2. Daha sonra çevrənin uzunluqlar nisbəti hamısı K-ya bərabər. K-yə oxşarlıq əmsalı idi. Oxşarlıq əmsalına bərabərdir. Və bilirdik ki, daha doğrusu bilməliydik ki, sahələr nisbəti isə K kvadratına bərabər. yəni verilmiş bunların hamısının kvadratına bərabər. Çünki bunlar hamısı K-yə bərabərdir. Burada da həcmlər nisbəti əgər soruşulsa, K kubuna bərabər. bunu yadda saxlayırıq. Yaşıd, indi isə deyir 30-cu sualda perimetrlər nisbəti 1-in 2-yədir. Budur, götürdük buradan bunu. Yazıram. P1 böl P2 bərabərdir 1-in 2-yə verir. 2-də 1-ə yəni. Bizdən sahələr nisbətini, biz dedik ki, bütün K, elə bu K-dır da, yəni bu nəyə bərabərdir? K-ya bərabər, o da 2-də 1-dir. İki sahələr nisbətini tap. Deməli, nə edəcəm K-nı? Burada da kvadrata yüksək. Eləsin neçə? 4-də 1. Cavab oldu 1 böl 4. Aydındır mı? Bu belə oldu. Sonra 31. Deməli, sahələr nisbəti belə olan 31. Sahələr nisbəti S1 böl S2 necə olan? 4'də 1 olan iki çevrədən kiçiyinin radiusu 4, böyüyünün radiusu soruşulur. Dedik ki, radiuslar nisbəti sahələr nisbəti ilə yenə də K kvadratına bərabər. Çünki bunlar hamısı K-ya bərabər. Onda mən yazmalıyam ki, S1 böl S2 bərabərdir kiçik R1'in kvadratı və yaxud da bunu istəsəz belə yazın. R1, R2'nin mötərizə xaric kvadratı. Yəni bu K-ya bərabərdir. Aha, baxın, K-ya bərabərdir. Onda olur K-nın kvadratı. Mən S1'i 4'də 1 görürəm, verilibdir. Bu 4'də 1-dən kök alıram. R1 böl R2 bərabər neçə? 2'də 1. İndi bizə deyir ki, orada kiçiyinin kiçiyinin radiusu 4'dür. Kiçiyi hansı olsun? R1 olsun. O 4'dür. Böl R2 bərabərdir 2'də 1. Çarpaz vursam 8. cavab elədi 8. Sıra 32. 32 də bax, eyni sualdır. Bu tərəfdən yazıram, Zəhra, biraz yaxınlaşdır. 32. İki oxşar üçbucağın sahələr nisbəti 64 böl 16'dır. İki oxşar üçbucağın sahələr nisbəti S1 böl S2 bərabərdir 64 böl 16'dır. Oxşarlıq əmsalını soruşur, yəni K-nı soruşur. Biz də bilirik ki, bu nəyə bərabərdir? O düstura görə K kvadratına. K kvadratına. Onda kök alan oradan K da bərabərdir 8 böl 4. Yer neçə? 2. 2. Oxşarlıq əmsalı oldu 2. Sonra 36. 36. Neçə dənədir buradan? Neçə sual vermişəm? 40. 40 dənə. 36. Perimetrlər fərqi, bax, perimetrlər fərqi P1 çıx P2 bərabərdir 24. Olan iki oxşar üçbucağın oxşarlıq əmsalı, yəni onların K-sı 3'dür. Yəni 3 o deməkdir ki, ondan 3 dəfə böyük bir fiqurdur. Oxşarlıq əmsalı 3'dür. Perimetrlərinin cəmini soruşur. Bizə deyir ki, P1 üstə gəl, P2'ni tap. Biz də bilirik ki, oranı çək, P1 böl P2 bərabərdir oxşarlıq əmsalı K-ya. Yəni P1 böl P2 bərabərdir
Oxşarlıq əmsalı 3-ə. Çarpaz vursam, P1 bərabərdir. 3P2 gətirib yerinə yazsam, 3P2 çıx P2. 2P2 bərabərdir 24. P2 də buradan neçə eləyər? 12. Perimetrlərin cəmini soruşaqsınız. Bu 12-dirsə, gətir burada yerinə 36. 12, 36. P1 üstə gəl, P2 də 36 üstə gəl 12. 48. 48 edir. Diqqətli ol. Bir dənə düsturla tüm məsələlər həll olunur. Sonra 37. Demək, sahələr cəmi 120 sm olan iki oxşar üçbucağın oxşarlığı. Bax, sahələr cəmi S1 üstə gəl S2 120 olan 120 sm kvadratı olan iki oxşar üçbucağın oxşarlığı. Yenə də K-sı bərabərdir 2 verilibdir. Bizə kiçik üçbucağın bir sahəsini tapın. İndi baxın, nə edirəm? Yenə də S1 böl S2 bərabərdir. K kvadratını yazıram. O da 2'nin kvadratı 4'tür. S1 bərabərdir. Çarpaz vursam. 4S2'dir. Yerine koysam. 5S2 bərabərdir 120'ye. O da 50 24. 24 ise gətirib yerinə qoyuram. Buranı alıram. 24 vur 4. 96. Bizden yansını soruşur. Kiçiyini. 24. Kiçiyini tapmışıq. 24. Sıra. 38. Boyu bu qədər olan adamın kölgəsi bu qədərdir. Ağacın kölgəsi belə olarsa, deməli, hündürlüyünü tapın. Hə, belə deyir də, boyu 1,5 metr olan boyu 1,5 metr olan adamın kölgəsi da ki, bax, belə deyək də, bu adamdır. Boyu verilibdir 1,5 metr. Onun da kölgəsi. Tənasüb şəklində bu da göstər. kölgəsi. Nə qədər verilib? 2,5 metr. Kölgə biraz böyük olur. Ağacın kölgəsi, bu adamın kölgəsidir, bu da ağacın kölgəsidir. 20 metr verilib. Görək indi ağacın hündürlüyü nə qədərdir? Bu da ağacdır. Nə qədərdir? 20 metr. Neyin yərik sizcə? Tənasüb. Çarpaz şəkildə bura. Və yaxud da oxşarlıqla da yaza bilərik. Kanı da tapıb yaza bilərik. Fərq eləməz. İndi bu ağacı veribmi? Ağacı vermir. Ağacı biz tapmalıyıq. X-dır bu da. X metrdir. İndi buradan oxşarlıq əmsalını da tapa bilərik. Necə taparıq? Adam bölünsün kölgə, yəni 1,5 bölünsün neçə? 2,5. Yəni K bərabərdir buradan. 1,5 bölünsün 2,5. Məxrəc natural ədəd olana qədər mərtəbə vaidinə vursaq, 25'də 15, ixtisar eləsək 5'də 3. Deməli, oxşarlıq əmsalı nə qədər imiş? 5'də 3. Onu da bərabər edirəm x bölünsün 20'yə. Onu da bərabər edirəm x bölünsün 20'yə. Çarpaz vurdum. Çarpaz vurdum. 5 5 x bərabərdir 60'a. 60'a. X X də də 12. bərabərdir 12 metrdir. Deməli, ağacın hündürlüyü 12 metrdir. Sonra yekun.